Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən tullantı su təchizatının yaxşılaşdırılması və yeni infrastruktur təminatı məqsədi ilə bir sıra iri həcmli layihələr icra olunur. Bu barədə iri şəhərlərin Birləşmiş Su Təchizatı xidməti məlumat verib. Bildirilib ki, Dərnəgül, Bakıxanov, Qaraçuxur, Hövsan kanalizasiya kollektoru, Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün su təmizləyici qurğu, Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün su təmizləyici qurğu, sahil kollektoru, Zığ Hövsan kanalizasiya kollektorunun qurulması istiqamətində hazırda müntəzəm tikinti quruculuq işləri icra olunur. Bu layihələrin icrası tullantı sularının idarə edilməsinə, ekoloji vəziyyətinin yaxşılaşdırılması və intensiv yağışlar zamanı su basma hallarının qarşısının alınmasına imkan yaradacaq deyə məlumatda qeyd olunub.